növbəti tədbirlərin bir yenilik olduğunu vurğulayan toplantı iştirakçıları belə nadir fürsətlərin işgüzar təmaslar üçün əhəmiyyətindən danışdılar. TÜİB İdarə Heyətinin sədri Hüseyn Böyükmurad Azərbaycan mediasının dinamik inkişaf yolu keçdiyindən və 44 günlük tarixi zəfərimizin əldə edilməsindən, televiziya və radio işçilərinin bütövlükdə media mənsublarının da əmək sərf etdiklərindən danışdı. Maksat bugün hem biliyorsunuz bu bölgemizde, dünyada çok önemli gelişmeler oluyor ve bugünkü tarihte Türkiye ile Azerbaycan arasındaki dostluğun, kardeşliğin aynı zamanda bir bölgede önemli bir güç olma durumu var biliyorsunuz. 90'lı yıllardan bugüne kadar Türkiye ile Azerbaycan arasında başlanan ilişkiler bugün öyle bir noktaya geldi ki bütün dünyada numune gösterecek bir düzeyde. Sayın Cumhurbaşkanlarımız arasındaki bu kardeşlik gerçekten zaten Şuşa Beyannamesi stratejik bir anlaşmaya varılan bu dostluk, kardeşlik numunevi bir durumda. Ama burada tabii hepimizin üzerine düşen görevler var. İş adamının ve biz iş adamlarının, Türkiye'li insanların, Azerbaycanlı hepimizin üzerine düşen çok önemli noktalar var. Ve bugün çok da güzel konular sahada işleniyor. Karabağ'ın zaferi ve yeni başlamış olan bir barış dönemi. Dolayısıyla Cumhurbaşkanlarımızın yapmış olduğu, ülkelerimizin siyasileri yapmış olduğu bu çalışmaların, bu güzel çalışmaların altını da doldurulması gerekiyor. Burada kime göre düşüyor? Elbette ki bizlere ve tabii ki elbette en önemli, belki bu işin en önemli ayaklarından birisi de siz değerli medya. Dolayısıyla bizim aramızda bir koordinasyon olmalı. Yapmış olduğumuz çalışmalar, Türkiye ve Azerbaycan arasında yapmış olduğumuz köprü vazifesindeki çalışmaların sizler vasıtasıyla kamuoyuna en güzel şekilde iletilmesi, sizlerle yapılacak olan böyle bir istişarenin, beraberliğin, bir araya gelmenin çok faydalı olacağını düşündük. KTV1 kabel televiziyası və internet provayder şirkətinin təmsilçisi, rəqəmsal və audiovizual yayım sənayesi İctimai Birliyinin icraçı direktoru Əli Əliyev bu tədbirin UNESCO tərəfindən elan edilmiş 13 fevral Ümumdünya Radio Günü ərəfəsində keçirilməsinin rəmzi mənasından danışdı. O bildirdi ki, bugün respublikamızda media sahəsinin inkişafı diqqətə layiqdir. Ümumilikdə audiovizual media subyektlərinin inkişafı baxımından respublikamız regional miqyasda öncül mövqelərdə qərarlaşıb. Bu isə ilk növbədə Azərbaycanda söz və media azadlığının mövcudluğundan, audiovizual yayımçılara yaradılan sərbəst mühitdən xəbər verir. Bugün Azərbaycanda da biz radio gününü radioçular olaraq və iş adamları ilə birlikdə qeyd etməyi düşündük və ona görə belə bir səhər yığışmışıq ki, həm radionu yada salaq, radio tarixində iz qoymuş insanları, radio tarixində baş vermiş hadisələri bir xatırlayaq və nəticədə də radionun nə qədər önəmli olduğunu, bu günləri Azərbaycan cəmiyyətinin həyatında, Azərbaycan insanının həyatında və Azərbaycan iş adamının həyatında nə qədər önəmli bir mövqeyi daşıdığını, yerə sahib olduğunu bir insanla öz aramızda bir fikir mübadiləsi eləyək. Mənə belə gəlir ki, bu fikir mübadiləsi nəticəsində həm iş adamlarına, həm də öz radioçular üçün çox faydalı, yəqin ki, fikirlər səslənəcək və nəticədə insanlar radioya bu günləri yaxın olmağı, radionu dəstəkləməyi və radio reklamlarının nə qədər önəmini anlayacaqlar və radioya daha çox dəstək verəcəklər. Bilirsiniz ki, elə bir media növüdür ki, radio bu hər zaman, hər yerdə çox asanlıqla qəbul olunan və dinlənilən bir dənə kütləvi informasiya vasitəsi olduğuna görə bu radio hər zaman yaşayacaq və biz hamımız buraya yığışan insanlar radionun yaşaması, radionun çiçəklənməsi və radionun cəmiyyətimizin həyatında hər zaman özünə layiq olan yer tutmasını arzulayan insanlarıq və ümid edirəm ki, belə də olacaq. Bugün radio və televiziyadan, həmçinin internet resurslarından vətəndaşlarımızın dolğun informasiya ala bilmələrini hər bir media strukturu üçün önəm kəsb edən əsas məqamlardan biridir. Dünyada bəzi televiziya və radio kanallarının xəbər yayımı əksər hallarda korporativ siyasətin nəticəsi kimi ərsəyə gəlir. Odur ki, milli maraqlarımıza xidmət edən, yanlış məlumatlardan kənar olan, günün xronologiyasını düzgün şərh edən kütləvi informasiya vasitələrinin əməkdaşlığına ehtiyac var. Gələcəkdə də belə işgüzar görüşlər vasitəsilə təmasların davamlı olması ümumi fəaliyyətin uğruna hesablanıb.